Montessori mühitini çox tərs bilirlər, çox səhv bilirlər. Montessorini eşidirik, vau, bu nəsə fərqli bir şeydir. Qonşunun uşağı gedir və yaxud filan kəs gedir, mən də ora aparım, amma bunu maraqlanmırıq ki, əslində bu nədir? Montessorinin dövründə uşaqlara invalid kimi baxırdılar. İnvalid nə mənada? İngilis dilində tərcüməsi nə isə bacarmayan biri. Montessori materialları o şəkildə tənzimlənib ki, uşaqlar səhvlərini özləri görsünlər. Çünki xoşlamırlar tənqidi, görsünlər və tənzimləsinlər. Uşağa imkan verilir sərbəst şəkildə özü işləsin. Amma müəllimə narahat deyil ki, nə isə düz etməyəcək, çünki səhv kontrolu var. Montessori mühiti bir növ belə deyək də, sərbəst kimi görünən, amma sərhədli bir mühitdir. Xoş gördük əziz izləyicilərimiz. Bugünkü verilişimizin qonağı Montessori Bakı mərkəzinin Casa dei Bambini mərkəzinin rəhbəri Aysə xanım Ağaverdiyevadır. Xoş gördük Aysə xanım. Çox sağ olun, Necəsiz? dəvətinizə görə təşəkkür edirəm. Çalışırıq yaxşı olaq, heç nəyə baxmayaraq. Yəni sizin kimi insanlarla görüşəndə istəyirsən, adamın ruhu şad olur. Nə gözəl, mənə də xoşdur sizinlə həmsöhbət Çox sağ olun. olmaq. Aysə xanım, günümüzdə ümumiyyətlə müxtəlif metodlar çox dəb halındadır və biz müxtəlif metodlardan danışırıq, beynəlxalq metodlardan. Waldorf var, Reggio Emilia metodu var, Highscope var, IB proqramı var, uşaqlar üçün fəlsəfə proqramı var və hər metodun təbii ki, özünə məxsus çətinlikləri var və hər metodun bir metod digərini qəbul etməyə bilər və yaxud da ki, üstünlükləri var, zəif tərəfləri var və s. Amma günümüzdə daha çox və öz sözünü demiş, özünü doğrultmuş əsas bir metoddan danışmaq istəyirəm. Maria Montessori metodu haqqında və hər metodun öz fəlsəfəsi olduğu kimi Maria Montessori metodunun xüsusilə seçilmiş və fərqli bir fəlsəfəsi var. Və belə deyək də, bura daha çox uşaq yönümlü pedaqogikaya aid olduğuna görə düşünürəm ki, bu səbəbdən daha çox özünü doğruldur və dünyada özünü doğruldur. Ölkəmizdə də baxırıq müxtəlif tədris mərkəzləri, bağçalar, hamısı yazılır üzərində ki, Montessori metodu və s. əslində bilərəkmi, bilməyərəkmi bunu edirlər. Qarşı növbəti dəqiqələrimizdə bu haqqda danışacağıq. İstəyirəm biraz Montessori metodunun fəlsəfəsindən danışaq. Ümumiyyətlə Montessori mərkəzinin rəhbəri olaraq, yəni düşünürəm ki, ən çox söz haqqı məsələ sizin bu mövzuda danışmağa daha çox ixtiyarınız var. Metodu dərindən bilən bir insan kimi. Mənə maraqlıdır Montessori metodunun fəlsəfəsi. Mən əminəm ki, mənim ixtiyarım var. Yəni tərifləmək kimi çıxmasın. Birinci səbəb, artıq 15 ildir işləyirik. İkinci səbəb, əziyyət çəkib, yəni onun təhsilini almışam, beynəlxalq diplomunu əldə tuturam. Və artıq 5 müəlliməmiz bu beynəlxalq standartlı diploma uyğun sahibdirlər. Bu çox vacib və önəmli bir məqamdır. Ona görə və əvvəlcədən danışdıq ki, siz dediniz Montessori mərkəz kimi təqdim edirəm sizi, ya Casa dei Bambini. Onunla da fəxr edirəm ki, mənə qismət oldu. Yəni Maria Montessori'nin birinci uşaq bağçası 1906-cı il 7 yanvar açılanda adı Casa dei Bambini idi. Uşaq evi desəm pis çıxır. Amma uşaq üçün xüsusi yaradılan bir ev tərcümədə elə alınır. Və Maria Montessori bu adına patent qoymamışdı. Ona görə bizim ixtiyarımız var idi. Onun bağçasının adını biz gətirək. Doğrudan da Maria Montessori pedaqoji sistemi yeganə olan pedaqoji üsuldur ki, 100 ildən çox işləyir və zamanla aktuallığını itirmir, hətta belə daha da çox populyar olur. Əslində bəzi yerlərdə brendə çevrilir. Yəni ana başa düşmür hara gəlib, amma Montessori sözünü eşidib filan kəsdən ya hardansa, ya televizordan, ya oxuyub anlayışı olmaya bir ada gəlib Montessori adına. O dərəcədə populyardır. Oradan da Maria Montessori öz tarixdə öz izini qoyan bir insan olub. Hətta belə
uşaqlarla məşğul olan məsələlərlə elm və ya da tibb olsun, nüfuzlu bir insan olub bu sahədə. Birincisi İtaliyada tək xanım, birinci xanım həkim olub. Görkəmli antropoloq, alim filosof, psixoloq, psixiatr, ana və bunlar ona imkan verdi ki, bunların hamısı ona imkan verdi ki, uşaq məsələləri ilə məşğul olsun və uşaq məsələləri ilə ondan qabaq olan müəllimlər kimi baxmasın. Tam başqa bir şəkildə və tərzdə baxsın. Maraqlı həyatı var idi, maraqlı fəaliyyəti var idi. 82 yaş ömür sürüb və 80 demək olar ki, ömrün axırıncı günə qədər konqresə hazırlaşa, yəni dünyasını dəyişdirdi. Bu adam həmişə daima fəaliyyətdə olub. Bu çox vacib bir məqamdır. Uşaq məsələləri heç vaxt çıxmırdı bunun işindən. UNESCO-nun qərarı ilə 4 müəllim var ki, uşağa baxış çevrilişi eləmişdilər, inqilabçı olublar və adın biri Maria Montessori'nin adıdır. 20 mindən çox uşaq müəssisələri dünyada Montessori'nin adını daşıyır. Maria Montessori özü 4 dəfə Nobel mükafatına namizəd olmuşdu, təəssüf ki, heç birini almamışdı. Və avro gəlməmişdən əvvəl İtalyan lira minliyin banknotun üstündə Montessori'nin portretinin təsviri var idi. O da çox nadir hallarda belə görünən bir işdir. Ona görə doğrudan da bir nüfuzlu şəxs kimi onu görmək olar. Bu qədər nüfuz qazanmasının Maria Montessori'nin, yəni fəlsəfəsi olub təbii ki, onun yaratdığı bu metod olub. Nə elədir? Montessori bizə nəyi deməyə çalışır? Ümumiyyətlə, niyə bu qədər onun dünyada məşhurluğu artmağa başlayır və uşaqlara qoyduğu o metodlar necə özünü doğrultmağa başlayır ki, və insanlar bunu görür və onu sülh mükafatına layiq görürlər. Ümumiyyətlə onun ünü yayılır bütün dünyaya, Amerikaya, Hindistana kimi gedir, çıxır və dünyada da ən çox, ən böyük Maria Montessori məktəbi də təbii ki, Hindistandadır və kifayət qədər orada uşaqlar bu metoddan yararlanırlar, istifadə edirlər və belə deyək də, burada uşaq yönümlü pedaqogikada təbii ki, bütün uşaq yönümlü pedaqogikaların əsas məqsədi nədir? Onları birləşdirən tək amal uşaq yönümlü olmalarıdır. Yəni orada müəllim və s. valideynlərin istəkləri yox, məhz uşaqların istəkləri daha ön plana çəkilir. Yəni uşaqlar nə istəyir, ora daha çox fokuslanırlar və onları uşaqlardan konkret olaraq biz hansı bacarıqları inkişaf etdirmək istəyiriksə, o üzrə istiqamətlənib və onu öyrətməyə başlayırıq. Montessori fəlsəfəsində ümumiyyətlə Montessori bunu uşaqlara necə tətbiq edirdi? Çünki həkim olub, İtaliyada ilk qadın həkimi, daha sonra antropologiya sahəsində inkişaf etdirir, psixologiyanı yaxşı bilir. Montessori nə edirdi uşaqlarla ki, belə möhtəşəm nəticələr almışdı? Gəlin bir balaca tarixi keçək. Yəni Montessori'nin dövründə uşaqlara invalid kimi baxırdılar. Invalid nə mənada? İngilis dilində tərcüməsi nə isə bacarmayan biri. Və hesab eləyirdilər ki, uşaq böyükdən neydən fərqlənir? Eyni böyük kimidir, amma heç nəyi bacarmır. Montessori isə deyirdi, uşaq birincisi böyük bir potensialla doğulur. Yəni sizin, mənim, başqalarının beynində 100 milyard neyron var. Uşağın beynində eyni 100 milyard neyron var. Amma bizdən neylə fərqlənir? Təcrübəsi yoxdur. Həyatı hələm yaşamayıb, bu addımları hələm atmayıb. Neynəmək lazımdır? Uşağı düzgün yaratmış mühit lazımdır vermək. Uşağa imkan vermək lazımdır ki, neyronların arasında əlaqələr yaranıb, beyin formalaşsın. Amma mühitdən çox şey asılıdır. Yəni bu Montessori'nin açılışı olub. Montessori'yə deyirdilər ki, siz uşaqlığın sirrini açmısınız. Demişdi ki, xeyr. Uşaqlar mənə özü açılıb. Və bu necə gəlib əslində? Montessori fəlsəfənin 3 aspekti var. Birinci aspekt, siz dediniz, təbiət yönümlü və ən human pedaqogika hesab olunur. Çünki uşağın daxilindən
irəli gəlir. İkinci aspekt elmə əsaslı bir metodika olub. Yəni Montessori uşaqlarla işləyəndə elm biliklərini işlədib və onları təsdiqləyib. Sensor mərhələləri və çoxu başqaları. Üçüncü aspekt də odur ki, klinik təhsil hesab olunur. Maria Montessori özü həkim olub və savadlı həkimin yanına gələndə ya da Sovet dövründə klinikaya gedəndə birinci növbədə neynirlər? Bizi müşahidə edirdilər. Yəni xəstəxanada yatanda 3-4-5 gün biz xəstəxanada yatırdıq ki, axırda bizim diaqnozumu verib müalicəmizi versinlər. Və eyni cür Montessori uşaqlara yanaşırdı. Ona görə onun pedaqogikasına klinik təhsil demişdilər. Axı birinci dəfə o idiot oligofren məktəbinə düşəndə şoka düşmüşdü. Bu nədir? Məni hara göndəriblər? Mən burada nə etməliyəm? Amma özünü kilovladı, oturdu və müşahidə etdi. Və müşahidə etdikcə gördü ki, uşaqları başa düşür və bunların tələbatlarını görür. Bu əqli və geri qalan uşaqlarla işini qutarandan sonra bu adi uşaqlarla işləməyə başlayıb. Onun da öz səbəbi olub. Və adi uşaqlarla belə işləyəndə bu metoddan, klinik təhsil kimi metoddan istifadə edib müşahidəçi olub. Yəni ömrün böyük bir hissəsini 20 yaşdan 82 yaşına qədər bu uşaqları müşahidə edib. Və 1929-cu ildən Montessori'nin tərəfindən Amsterdamda Association Montessori International açılmışdı, AMI. Bu günə Montessori yaratdığı bir məkandır. Harda ki, Montessori müəlliməsi olmaq istəyənlər təhsil alırlar. Hətta belə müəllimələrin trenerləri da oradan təhsil alırlar və bu günə çox güclü, möhkəm bir qurumdur. İkinci qurum isə American Montessori Society, artıq Amerikada yerləşir. Ona görə Montessori müəllimə olmaq istəyənlər təbii ki, AMI-dan təhsilini almalıdırlar. Çünki Montessori özü oranı yaradıb, qurub və işi tətbiq edib. Və sizin bildirdiyiniz kimi, yəni uşaqların təbiətlə əlaqəsi burada xüsusi rol oynayır və günümüzdə təəssüflər olsun ki, müxtəlif mərkəzlərdə və bağçalarda müəllimlər hətta bunu istəsələr belə və yaxud da ki, bağçalar bunu bilsə belə ki, yəni uşağın inkişafı açıq havada, təbiətdə, çöldə oynamalıdır, özü kəşf etməlidir, toxunmalıdır ki, Montessori metodunda əsasən uşaq toxunur, hər bir şeyi öyrənir. Yəni Montessori'nin məşhur bir ifadəsi var. Uşaq toxunmadığı heç bir şeyi zehninə yerləşdirə bilməz. Əlinlə toxunmadığı heç bir şeyi. Yəni və uşaq bunu toxunduğu zaman biz danışdıq neyronlar arası əlaqədən. Təbii ki, uşaq beynində əsasən də xüsusilə də 0-3 yaş dövründə neyronlar arası əlaqə sürətlə qurulduğuna görə uşaq orada mütləq şəkildə hər bir şeyi toxunaraq öyrənməlidir. Amma bizlər bəzən buna imkan vermirik, uşaq bunu eləsin və uşağın yerinə özümüz etməyə çalışırıq. Müşahidə etmirik biz bunu və mərkəzlər də buna çox zaman istəsələr belə edə bilmirlər. Çünki valideynlər istəmirlər ki, uşağım çölə çıxmasın, su ilə oynamasın, torpaqla oynamasın və s. Amma Montessori mühitində ümumiyyətlə bunlar yoxdur. Orada konkret olaraq uşaqların inkişafı üçün müxtəlif hissələr yaradılıb. Necə ki, biz digər bağçalarda, bağçaların metodik kabinetini quranda, iş mühitini yaradanda onlar üçün güşələr yaradırıq. Uşaqların inkişaf edəcəyi güşələr, inkişaf etdirici mühitini qururuq və keçmiş Sovetin dövründə desək, keçmiş dövrdə uşaqların mühitində böyük-böyük şkaflar olurdu. Uşaqların əli ora çatmırdı, ləvazimatlardan istifadə edə bilmirdilər. Bu heç bir şəkildə təbii ki, uşaq yönümlü pedaqogikaya aid deyil. Amma Montessori mühitində bütün mühit nəyə qurulur? Uşaqlar oradan istifadə eləsinlər, bütün əşyalar uşaqların əlləri çatan yerdə olsun, şkaflar və s. Yəni mühiti uşaqlara uyğun qurur. Sizin mərkəzinizdə ümumiyyətlə bu mühit necə tənzimlənib? Və çox gözəl bir mərkəz yaratmısınız, çox gözəl bir müəssisə yaratmısınız. Siz bizdə olmuşdunuz. Bəli. Uşaq orada, yəni insan orada həqiqətən də bir terapiya almış olur. Valideynlər də onu vurğulayır. Çox gözəl bir mühit və heç bir şəkildə bilinənin
belə deyim də, kurikulum əsasında nə bildirirlər? Uşaq yönümlü mühitdə mütləq şəkildə səs-küy olmalıdır, qışqırıq olmalıdır, uşaqlar aktiv şəkildə olmalıdır, amma Montessori metodu bunu tam əksinə eləyir. Çox sakit bir mühitdə uşaqlar özləri fokuslanıblar öz işlərinə. Müəllimlər qışqırmırlar, qışqıran müəllim yoxdur və əsəb gərginliyi keçirən valideyn yoxdur. Valideynlərlə bərabər adaptasiya gedir orada çox gözəl şəkildə. Hər uşaq öz işi ilə məşğuldur. Hətta qarışıq qruplar olsa belə. Yəni bunu necə tənzimləmisiniz? Siz o qədər maraqlı məsələ belə çıxartdınız da, üzə vurdunuz. Birincisi mən demək istəyərdim ki, toxunma haqqında. Onu Suxamlinski demişdi əslində ki, uşağın intellekti barmaqların ucundadır. Steve Jobs da deyirdi ki, bu barmağın ucu ilə istəyirəm ki, insan dünyanı idarə etsin. Maria Montessori də deyirdi ki, uşaq sensor bir varlıqdır 3 yaşa qədər. Axı beyni yoxdur və ətrafı necə kəşf edir? Axı biz ətrafı beynimizlə kəşf edirik, düzdürmü? Gəldi, getdi, etməliyəm, analiz, plan, istəyirəm, istəmirəm. Beyin işləyir daimə və hər beyin öz təcrübəsinə görə, həyat təcrübəsinə görə hansısa bir qərar verir. Amma 3 yaşa qədər uşağın bu beyni yoxdur. Bu necə yaşayır görəsən? Maria Montessori deyirdi ki, 5 duyğu orqanı var. Görmək, iynəmək, eşitmək, dad bilmək və taktil. Və uşaq bu 5 duyğu orqanından həyatı kəşf edir. Uşaq barmağını soranda ona icazə vermək lazımdır. Olmaz ona yəni müdaxilə etmək. Çünki o barmağını sorduqca beyninə məlumat gedir. Hansısa bir məlumat gedir. Deyirlər ki, uşağı gözəl musiqi ilə əhatə edin. Nə üçün? Eşitsin və əlaqələri düz qursun. Ata qışqırır ananın üstünə, ana da deyir ki, uşaq eşidir də, eləmə. Deyir ki, balacadır hələ. Xeyr, balaca deyil. Çox gözəl sizi 5 ildən sonra təkrar edəcək. Hindistan uşağı dadı sarımsaq üçün ürəyi gedir misalı üçün. İngiltərə uşağı ömründə onu heç dilinə də tutmaz. Çünki ana südünü götürəndə sarımsaq yeyərdən, yəni dad. Ona görə bu 5 duyğu orqan 3 yaşa qədər o sürətdə işləyir ki, beyni mümkün qədər əlaqələr vermək ki, beyin xoda salınsın və artıq 3 yaşdan sonra böyük adamın beyni kimi işləməyi başlasın. Yəni uşaq qulaq asa bilsin, eşitsin, təqdimatları, sözləri təkrar etsin, ona verilən bir məlumatı dərk etsin, qəbul etsin və s. Yəni bu Maria Montessori'nin tərəfindən açılış olmuşdu ki, 3 yaşa qədər uşaq tam şuursuz şəkildə yaşayır, yalnız böyükləri təkrar etməklə, təqlid etməklə. 3 yaşdan 6 yaşa qədər artıq uşaq səbəb-nəticə ardıcıllığını götürüb beynini işlətməyə başlayır. Bu siz deyəndə ki, toxunmaq məsələsi. İkinci məsələ, bu demək olar ki, prinsipin biridir bu. Yəni fəlsəfənin bir prinsipi. Biz sizi maraqlandıran mövzuya yaxınlaşdıq. Maria Montessori'nin fəlsəfəsinin mahiyyəti prinsiplardan asılıdır və 3 aspekti mən sizə dedim. Birinci prinsip budur. Uşaq sensor bir varlıqdır. Yəni uşağa ona görə icazə vermək lazımdır. Toxunsun palçığa, yağışa, qara. Bizim uşağımızı Azərbaycanda hətta belə gəzintiyə çıxardanda bəzəndirib çıxardırlar. Hər bir toya gedir. Amma Avropa və Amerika uşaqları bir ölçü özündən böyük, qardaşın ya bacının paltarı, şalvarı mütləq rezin, siz görmüsünüz də, və çəkmə və gezməyə gedirlər. Və tam ixtiyarı var, bulansın, çirk olsun, çünki tullanmalıdır, hoppanmalıdır, qaçmalıdır, dırmaşmalıdır, meyləvə və s. İcazə verilir hər şeyə, çünki təcrübə almalıdır və onlar başa düşürlər bunu. Yəni siz uşağı ev şəraitində nə qədər gözəl mühit estetik cəhətdən, lap servirovka olsun, masa üstü etiket,
rəsm işləri, musiqi səsləri, sizin uşağınızın beyin işi o qədər zəngin olacaq. Bu birinci məsələ sensor varlıq. İkinci məsələ, misal üçün evlə müəssisə arasında mühitin nə fərqi var? Çünki bəzi bizə elə analar, valideynlər olub ki, deyirlər, siz bizə göstərin, bizim imkanımız var. Biz bir mərtəbəni uşağımız üçün belə bir mühit yaradaq. Mənası yoxdur, çünki orada cəmiyyət olmayacaq. Və Maria Montessori dəqiq demişdi ki, 3 yaşa qədər uşaqlar bir qrupda olmalıdır, 3 yaşdan 6 yaşa qədər o biri qrupda olmalıdır və siz demişdiniz, yaş fərqli, yəni müxtəlif yaş qrupları. Bu nə ilə bağlıdır? Nəyə görə axı 3, 4, 5, 6 yaşlı uşaqlar bir qrupda olmalıdır? Axı ənənəvi uşaq bağçasında 3 yaşlı uşaq üçün bir proqram, 4 yaşlı bir, məktəbə hazırlıq, böyük, balaca, yasli və s. Montessori deyirdi ki, 3 yaşdan 6 yaşa qədər uşaq artıq beyninin sahibi olur, özünü bir balaca cilovlaya bilir, idarə edə bilir, iradəsi formalaşır və uşaqları 300 dənədən çox material əhatə edir. Və burada 3 yaşlı üçün də, 6 yaşlı üçün də material var. 3 yaşlı üçün artıq avtoritet ana, qohum deyil. Ondan 2-3 yaş böyük uşaqdır onun üçün avtoritet. Və 3-4 yaşlı 5-6 yaşlıya oxşamaq istəyir. Ona görə onlar oxuduğu material, misal üçün riyaziyyat ya hərflər, bunun üçün artıq yəni həyal edir də, istəyir, bəli. 5-6 yaşlı uşaq üçün isə 3 və 4 yaşlı işləmək məsuliyyətli bir işdir. O özünü böyük hiss edir, məsuliyyətini hiss edir, özünü hardasa lider hiss edir, müəllim hiss edir və s. Ona görə bu qarışıq qrupların böyük bir mənası var. Keçək ümumi mühitə. Addım-addım, yəni bu da prinsipdir, mütləq. Müxtəlif yaşlı qruplar və müxtəlif yaşlı qruplar mütləq mühitdə, xüsusi hazırlanmış mühitdə olmalıdır. Siz indi çox gözəl dediniz ki, uşaq bağçalarında oyuncaqlar və saitlər hündür rəflərdə yerləşir. Montessori'nin də qrupunda əvvəl hündür rəflərdə yerləşirdi, amma günlərin bir günündə, bax bu nə deməkdir? Kliniki təhsil müşahidə etdikcə açılış edirdi. Günlərin bir günündə müəllim xəstələnir və assistent lazım olduğu vaxtdan biraz gec gəlir və gələndə gördü ki, uşaqlar artıq rəfləri özləri açıb və materialı yerə töküb işləyirlər ya da oynayırlar. Bunu Montessori'yə dedilər. Dedi ki, gəlin biz bir cəhd edək, bunlar üçün öz səviyyələrini yığaq, necə olacaq və çox əla getdi iş. Uşaqlar özünü o dərəcədə sərbəst hiss etdilər. Montessori isə həmişə vurğulayırdı, uşaq mühitin sahibi olmalıdır. Yəni burada hər bir qoyulduğu əşya rəfin üstünə onun üçündür. Onun yaşına görə, onun boyuna görə, ölçüsünə görə, inkişaf mərhələsinə və səviyyəsinə görə, ona görə bu mühitin sahibi yalnız uşaqdır. Və mühit səssiz müəllim, Montessori özü ona deyirdi ki, mühit səssiz müəllimdir və mühit düz qurulubsa, o özünə uşağı imkan verir, formalaşsın və inkişaf etsin. Yəni ev şəraitdə valideyn tərəfdən mühit qurulursa, tam başqa bir qayda qanunla qurulmalıdır, amma bağçalarda, müəssisələrdə, dərnəklərdə mühitin öz qanunları var.
Mühit həmişə hər zaman nizamlı, intizamlı olmalıdır. Hətta belə misal üçün bu sinidirsə, sininin dəqiq öz yeri var. Rəfin tam yəni küncündə yox, kənarında yerləşməlidir. Uşaq bunu bəlkə də başa düşmür. Amma hər gün 2 il ərzində gələndə və bu tam nizam, intizamlığı, qaydanı görəndə uşaq içində ahəngdar, sakit və harmonik bir belə hisslər keçirdir. Yəni mühit də səssiz müəllim ola uşağı çox tərbiyələndirir. Mühiti isə hazırlayan mütləq Montessori müəllimi olmalıdır. Yəni bugün Bakıda siz də onu vurğuladınız ki, həddindən artıq çox Montessori yazısı var. Yəni mən deyə bilmərəm, təəssüf ki, siz də məndən inciməyin ki, Montessori müəssisələri var. Montessori müəssisəsi birinci növbədə müəllim, ikinci növbədə mühit, üçüncü uşaq. Amma bu mən sadalığın 1, 2, 3 bu demək deyil ki, müəllim ən vacibdir. Ən vacibi və mərkəz uşaq gedir. Uşaq üçün mühit yaradılır müəllim tərəfdən. Və yalnız təhsil alan müəllim bu mühiti yarada bilər. 300 dənədən çox təqdimat. Hər materialı gündə, material hardasa yerləşibsə və işləmirsə, misal üçün 5 eyni yaşlı uşaq, eyni səviyyədə olan uşaq, 5-dən biri də bir ay ərzində bu materiala yaxınlaşmır. Deməli, material yerində dayanmır. Materialın yerini dəyişdirirlər. Materialın bir balaca formasını dəyişdirirlər. Sini, qabını və s. Hər bir material işləməlidir. Və biz çox geniş şəkildə izah etdiniz mühit barədə. Elə Montessori mühitinin ən əvvəldən materiallarının yaranmasında daha çox səbəbi təbii ki, ifadə etdiyiniz kimi uşaqları müşahidə edərəkdən yaranıb ki, bu uşaqlar necə öyrənə bilərlər? Bu uşaqlar üçün ən inkişaf etdirici forma mühit nə formadadır və burada bir şey nüansı qeyd etmək istəyirəm. Ümumiyyətlə adi bağçalarda, bir çox bağçalarda həddindən artıq çox oyuncaqlar və uşağın heç bir şəkildə istifadə etməyəcəyi ləvazimatlar və s. görə bilirik. Və uşaq həmən ləvazimatlarla, həmən əşyalarla heç nə öyrənmir, heç bir şey öyrətmir. Amma mühit mütləq şəkildə ifadə etdiyiniz kimi müəllimdir, müəllim olmalıdır və pedaqoji baxım dediyimiz zaman, hansı ki Montessori ilk həyatında ilk növbədə təcrübə qazandığı müddətdə onu xüsusi bir qayğıya ehtiyacı olan müəssisəyə, orada uşaqlar olan müəssisəyə onu yönəldəndə Montessori təbii ki, bilmirdi burada nə edəcək, amma sonra sübut edir ki, problem pedaqoji baxımdadır, yəni mühitdədir. Biz uşaqlara o mühiti verməliyik. Yaxşı, bəs biz ümumiyyətlə bu mühiti verə bilmirik deyək adi bağçalarda. Sadəcə oynayırlar, əylənirlər, vaxt keçirə bilirlər uşaqlar, amma Montessori bunu verir. Necə edə bilir? Hər əşyadan bir dənədir. Uşaqlar bununla gözləməni öyrənirlər, uşaqlar sıralamanı öyrənirlər, uşaqlar qarışıq yaş qruplarından böyüklərdən müəyyən öyrəndikləri bacarıqlar ola bilir. Ən əsas uşaqlar bizim hal-hazırda cəmiyyətdə ciddi problemimiz olan gözləməni, tənzimləməni, səbri, bir paylaşmanı və s. kimi duyğuları öyrənə bilir. Yəni mühit bunu öyrədir. Əşyalar üstündə dava-dalaşlar, isterika halları, qışqır-bağırlar və s. mühitdə olmur. Demək ki, biz daha çox bağça işində və uşaqlar üçün mühit yaratdığımız zaman hədəfli əşyalar və materiallar qoymalıyıq. Hansı ki, Montessori bunu çox yaxşı etmişdi. Bir neçə məşhur, məsələn, çəhrayı qüllə deyək, qəhvəyi piləkən deyək, silindr bloklar deyək. Montessori deyəndə daha çox ağlımıza çəhrayı qüllə gəlir. Hər bir əşyanın müxtəlif funksiyaları var. Yəni bir əşya bir neçə şeyi öyrədir uşaqlarda. İstəyirəm biraz bu Montessori mühitindəki materiallardan da danışaq. Bu istiqamətdə mühit haqqında danışanda birinci növbədə başa düşməliyik ki, klassik qızıl Montessori materialı var və Montessori dünyasını dəyişəndən sonra, yəni o EMI mən dediyim, xüsusi bir atdel var, departament. Montessori materialının adını qazanan
vəsaitlər, Hı. yəni material axı yaranırlar. Amma hansı materiala Montessori adı vermək olar? Yəni o material kiminsə tərəfindən yaradılır, mühitə qoyulur, 20 ölkənin 50 bağçasına paylanır və müşahidə aparan müəllimələr atçot verməlidirlər ki, bu material necə işləyir və doğrudan da uşağı nəyisə qazandırır, biliyi və bacarığı ya yox. Yəni material belə gəlir. Bu bir. Plastik Montessori material mütləq. İcazə versəz sensor zonaların sadalayaq. Birinci məişət gündəlik, Bəli. güşə, ikinci sensor güşəsi, 3 gedir riyaziyyat, 4 gedir dil və 5 gedir əlavə. Əlavəyə gəlir kosmos, biologiya və coğrafiya. Məişət zonasında olan material handmade əslində və hər bir Montessori müəllimənin əl qabiliyyəti olmalıdır. Ya toxumalıdır, ya tikməlidir. Yaxşı bunları bacarmırsa, onda zövq olmalıdır və otağı öz maraqlarına uyğun dekorasiya edə bilər. Misal üçün mən Amerikada olanda hardasa 20-yə yaxın məktəb müşahidə etmişdik, yəni oturmuşduq müşahidədə. Və girəndə mən başa düşmürəm, yoga pozası orada, Budda burada, lotus orada. Sonra deyirlər ki, Hindistandan gələn Montessori müəllimi işləyir burada. O birisine girəndə görürsən ki, gitar orada, caz plastinkaları burada, maraqlı belə o hippi dövrün kitabları ya hansısa bir rəsm işləri deyirlər ki, Amerikanın Texaslı ya nəsə belə. Başa düşürsünüz? Yəni hər bir müəllim öz daxili həyatını, Böyüdüyü mühitini Bəli, gətirə bilir ora. bəli, o bir tərəfdən mütləqdir. Bizə misal üçün deyiblər ki, öz milli üsulda olan hansısa əşyalarınızı da yerləşdirə bilərsiniz. Mütləqdir bu ki, mühit yaşamalıdır. Mühit canlı bir yerdir. Və məişətlə bağlı gündəlik işlər, o ki, analar və atalar o işləri xoşlamır. Hətta belə ata gəlib deyir ki, yaxşı mən pul ödəyirəm, mənim uşağım nə qədər ütü ilə ütüləyəcək ya qab yuyacaq sizin üçün. Siz demin ki, uşaq o dərəcədə əsəbi idi. Anası bunu görüb deyir ki, mənim uşağım bir ay çox sakitləşib. İmkan verin, icazə verin, evdə bu işləri görsün, təhlükəsiz bir mühit yaradın, amma icazə verin. Bu birinci güşə, yəni məişət zonası. Sonra gəlir sensor zonası. Biz sizlə demişdik ki, eşitmək, Bəli. görmək, sensor zonası ona bağlıdır. Yəni orada hər bir duyğu orqan üçün 5 material var. Bu artıq klassik Montessori materialdır və siz dediyiniz çəhrayı güllə orada aiddir. Sonra gedir riyaziyyat zonası, dil zonası və əlavə. Yəni bunlarla biz bir balaca başa düşdük. Müxtəlif müəssisələr hətta müraciət edəndə bildirirlər ki, biz mərkəz quraq, bağça quraq, orada Montessori dərsləri keçirilsin. Əvvəla bu başlı başına ümumiyyətlə doğru bir düşüncə deyil ki, burada bir Montessori dərsləri keçək biz uşaqlara müəyyən bir vaxtdan. Çünki burada o mühit olmur. Həmən yerdə o mühit olmur. Çünki Montessori təlimləri üçün uşaqların mütləq şəkildə strukturlaşdırılmış materiallar olmalıdır və otağın ölçüsü məsələsi var da, otaqların ölçüsü. Çox balaca bir otaq ayrılırlar, bildirirlər ki, burada ancaq Montessori dərsləri keçəcək həftənin müəyyən günlərində və düşünürlər ki, ancaq uşaq burada kəsmə və yapışdırma ilə məşğul olacaqlar. Yəni Montessorini bu şəkildə bilirlər. Çox təəssüflər olsun ki, halbuki Montessori mərkəzləri, otaqları heç olmasa 90 kvadrat metrdən ibarət olmalıdır. Heç olmasa burada əşyalar plastik əşyalar deyil. Ola bilər, çox az miqdarda ola bilər. Daha çox taxta materiallar, daha çox, yəni real materiallar var. Hətta məişətlə bağlı güşədə belə uşaqların qab yuya biləcəkləri sahə, paltar ütüləyəcəkləri sahə, real həyatdan olan əşyaların, yəni balacalaşdırılmış versiyası olmalıdır. Bəli, uşaqların boyuna uyğun olan versiyası və rəngli otaqlar yoxdur, çox hər şey rəngarəng deyil.
Montessori mühitini çox tərs bilirlər, çox səhv bilirlər. Yəni əvvəldə qeyd etdiyiniz kimi Montessori-ni eşidirik, "Vau, bu nəsə fərqli bir şeydir." Qonşunun uşağı gedir və yaxud filankəs gedir, mən də ora aparım, amma bunu maraqlanmırıq ki, əslində bu nədir? Və valideynlərin etiraz məsələsində siz vurğuladınız ki, ata deyir ki, nə qədər mənim uşağım paltar ütüləyər və yaxud ana deyir ki, nə qədər mənim uşağım məsələn orada unla bir şeylər eləyər, çörək bişirər və s. ki, Montessori metodunda bunları eləyir uşaqlar. Çox adi bir şey kimi qəbul edirlər. Çünki Montessori metod vasitəsilə tədris olunan uşaqlar hətta ilk dərsləri belə stol daşıma çalışmalarından başlayır. Qapı açıb bağlama çalışmaları başlayır. Amma valideynlər üçün bu çox adidir. Nə var ki, uşaq qapı açır, bağlayır da. Nə var ki, uşaq stol götürür, qoyur da. Adicə müəllimlərə hər zaman deyirəm, sadəcə sınaq kimi aparın siniflərdə, görün uşaqlarınız qapı ümumiyyətlə açıb örtə bilirlər, qapını çırpmadan və yaxud stolu səs etmədən, sürüyə-sürüyə aparmadan qoya bilir. Amma Montessori bunu çox qəşəng səliqəli şəkildə öyrədir. Siz müəssisədə mənə bir master-klass da göstərdiniz. Hətta stolu belə necə çəkib götürmək lazım olur. Bəli. Çox qəşəng və uşaq da bunu məsafəni belə necə tənzimləmək lazımdır, uşaq bunu necə eləyə bilər, mükəmməl şəkildə öyrənir və sakitcə öz işini görür, gedir. Öz digər məşğələlərlə məşğul olur, digər fəaliyyətlərə. Əslində bunun bir tarixi var. Yəni siz axırda dediyiniz Maria Montessori öz birinci bağçasını açanda bu 1906-cı ildə gözəl, görkəmli bir əhatə yaratmışdılar da. Assistentlar, quvernantkalar kimi dayanmışdı. Fartukla, belə pričoskalı, çox qəşəng, gözlərini aparma tərzi, yerimək tərzi, danışmaq və s. Birdən 40 uşaq gəldi. Demək olar ki, vəhşi uşaq və bütün bu Montessori'nin materialını darmadağ elədilər. Hətta belə çəhrayı, gülləni atırdılar. Nəsə Montessori şokda oldu. Montessori özü yenə də neynədi? Əyləşdi, özünü sakitləşdirdi və başladı müşahidə etmək və başa düşdü ki, avala, bu uşaqların saçı daranmayıb. Üstü çirkli. Əslində onlar fəhlələrin uşaqları idi. Deti, ulici deyirlər onlara. Küçə uşağı pis çıxmasın. Amma elə deyirlər ona. O uşaqlara saçları daranmayıb. Dırnaqların altında çirk. Biri ayaqqabısız, biri naskisız. Nə riyaziyyat, nə dərs, nə quvernantka. İlk növbədə mən bunları gərək qaydaları öyrədim. Saçımı dara, dişlərimi fırçala, əllərimi yu, özünə xidmət, ətraf mühitə xidmət. Uşaqlar 2 aydan sonra qaydaları bildilər. Nizamlı, intizamlı oldular. Mühiti özləri baxdılar təmizliyinə, yəni süpürmək, silmək, güllərə su vermək, çörəyi özləri bişirdilər və s. Özlərinə qulluq eləməyə başladılar. Və ən gözəlini mən sizə nə üçün bunu göstərmək istəyirəm? İş ondadır ki, Montessori bunları əyləncə formada verirdi. Oyun kimi. Ona görə uşaqlar maraqlı idi. Montessori görürdü ki, uşaqların, yəni bu bayırdan gələn uşaqların daimə burunları axırdı. Və o uşaqlar utanırdılar və o uşaqlara o qədər hörmət edirdi ki, Montessori özü deyə bilmirdi ki, gəl mən sənin burnunu silim. Yəni uşağa qarşı Həssaslığı. və günlərin bir gündə təqdimat göstərir uşaqlara. Deyir ki, soyuqlar gələndə bəzilərin burnu axır. Mən sizə göstərəcəm biz burnu necə silməliyik. Zibil qabına da atıram. Madam Montessori ona xüsusi onun haqqında yazmışdı ki, mən uşaqların gözündə o qədər çox sağ ol gördüm ki, xoşbaxt hiss etdim özümü.
Yəni uşaqlara çıxış yolu göstərdi. Uşağın tələbatını görüb və hər bir işdə, hər bir vəsaitdə elədi. Uşağın marağını görüb nəsə yaradıb. Bir də uşaqlar ümumiyyətlə onların çatışmazlıqları, səhvləri barədə onlara deyiləndə uşaqlar bundan xoşu gəlmir demirlər və Montessori metodunda materiallar özü səhvini tənzimləyə bildiyinə görə Yəni elə bir şüa var, uşağı öyrədikcə öyrət. Tənqid etdikcə ya da etiraz etdikcə yox. Misal üçün 3 mərhələli dərs verilir hər bir uşağa 3 yaşdan 6 yaşa qədər. Qulaq asın, hörmətli tələbələr, sizə maraqlı olacaq. Misal üçün və iPad, düzdürmü? Bu telefondur. Bu salfetdir. Bu iPaddır. Göstər mənə telefon hardadır? Göstər mənə iPad hardadır? Uşaq göstərir bunu. Müəllimə neynir? Heç nə demir. Bu təzədən başlayır birinci mərhələni. Bu telefondur. Bu salfetdir və bu iPaddır. Göstər, hardadır? Uşaq ikinci dəfədən düz göstərdi. Yəni müəllimə demədi, yox, düz demirsən. Müəllimə birinci mərhələyi keçdi ikinci mərhələdən. Üçüncü mərhələ isə bu nədir? Adlandırırsınız. Bunun adı nədir? Adlandırırsınız. Amma səhv demisinizsə, yenə də birinci mərhələyə gəlir. Və bu 3 mərhələli dərs, yəni bu sadə material yox, riyaziyyatda və dildə gedir. Uşağı öyrədikcə öyrət, etiraz etdikcə yox. Montessori materialları o şəkildə tənzimlənib ki, uşaqlar səhvlərini özləri görsünlər. Çünki xoşlamırlar tənqidi, görsünlər və tənzimləsinlər. Bu da üzr istəyirəm, sözünüzü kəsirəm. Hər bir materialın içində səhv kontrolü var. bəli. Yəni uşaq onu düz etməyibsə, deməli material tam qurulmur ya da alınmır. Amma materialın vidi var və uşaq o vidi əsas vidini tanıyır. Və bu bir dəfədə imkan verir, müəllimə təqdimatı göstərir uşağa. Uşaq manipulyasiya edən kimi müəllimə çəkinir qırağa. Nə üçün? Uşağa imkan verilir sərbəst şəkildə özü işləsin. Amma müəllimə narahat deyil ki, nəyisə düz etməyəcək, çünki səhv kontrolü var. Ona görə Montessori materialı didaktik material hesab olunur. Yəni öyrədir və qaydaları var. Bəli, qaydaları Didaktik var. materiallarda hamısı didaktikada nə öyrədir? Qaydalar və bu da təbii ki, uşağın şəxsiyyətinin formalaşmasına əsas rol oynayır. Yəni Montessori mühiti bir növ belə deyək də, sərbəst kimi görünən, amma sərhədli bir mühitdir. Biz baxırıq ki, sərbəstdir. Məsələn, burada hər şey sanki uşağa icazə verilir, amma orada sərhədlər var. Çünki uşaq tərbiyəsində mütləq şəkildə, təlim tərbiyəsində o sərhədlər olmalıdır. Gəlin bunun haqqında danışaq. Yəni günümüzdə valideynlər qadağaları və sərhədləri hər bir şeyi travma və s. adlandırırlar, Bəli. amma qadağalar travma olmaz, uşaqların şəxsiyyət kimi formalaşmasına təkan verən bir prosesdir və Montessori bunu çox gözəl o mühitdə tənzimləyə bilir. Və uşaqların daxili nizamı, o materiallar vasitəsilə intizamı, gözləmə bacarıqları, səbri, paylaşmağı və s. hər bir öz səhvlərini özləri düzəltmək kimi bacarıqları çox əla bir şəkildə düzəlir, tənzimlənir. Necə? Gəlir uşaq, birinci 2-3 həftə adaptasiya dövrüdür. Uyğunlaşma periodu. Yəni biz hamımız yadıq uşaq üçün. Müəllimə, mühit, vəsait, oyuncaqlar belə. Və uşaq bir balaca qeyri-komfort hiss edir özünü. Həmişə ana ilə olub, evdə olub, playgroundda olub, birdən harasa onu götürüblər, ana da yox yanında. Təbii ki, müəllimə əlindən gələni edir ki, uşağı hansısa bir fəaliyyətə cəlb edir, maraqlandırır. Amma birinci növbədə uşaq girən kimi müəllimə uşağı əlinə almamış, ona izah edir. Bu qrupdur, bu sənin mühitindir. Bunlar materialdır. Burada biz əllərimizi yuyuruq. İndi əllərimizi yuyaq.
Yəni uşaq başa düşdü ki, gələn kimi əli yuyulur. Bu oturacaqdır, bu masadır. Mən sənə göstərəcəm, oturacağı götürmək istəsən necə gətirməlisən onu. Mən sizə təqdimatı göstərmişdim. Özü təqdimat doğrudan da elə bir gözəl şəkildə göstərilməlidir ki, qrasiya ilə, jestlə, Bir artistliklə. artistliklə mütləq, emosional bir şəkildə uşağa baxmaqla, ona belə təkan verməklə bunlar çox vacibdir. Yəni siz onu motivasiya və stimul verirsiniz öz marağınızla. Masanı da götürə bilərik. Gəl göstərim sənə necə. Balaca xalçanı necə açırıq. Bax bu cürə. Sən görürsən Cəmil orada məşğul olur xalçanın üzərində. O xalçaya mən addım ata bilmərəm. Çünki o onun sərhədidir. Bu qaydaları biz 2 həftə ərzində veririk. Və uşaq onları qəbul eləyir. Çünki heç bir qayda onu nə limit, yəni nə çərçivəyə salır, nə məhdudlaşdırır, nə də onu təhqir edir. Təbii ki. Yəni qaydanın içərisində olduğunun Xoşu fərqinə gəlir varır. artıq bu qaydalardan və 2 aydan sonra biz görürük ki, bu uşaq təzə uşağa deyir: "Sən bu xalçanın üstünə çıxa bilməzsən. Mən burada işləyirəm." Ya misal üçün bir uşaq o biri uşağa konfet verəndə bizdə olan uşaq deyir ki, istəmirəm və konfeti verən uşaq incimir. Çünki biz onu öyrətmişik ki, sən yox sözündə eşidə bilərsən və bu çox təbii bir haldır. Uşaq qrupaya daxil olandan sonra əvvəl təbii ki, məişət zonasına gedir. Çünki burada o qədər əlvan, maraqlı, evdə icazə olunmayan şeylər var ki, onun ölçüsünə qədər miniatürünü biz demişik, siz də bizdə gördünüz. Sinidir, qutudur, Meyvələrlə iş var. meyvələr. Yəni özünə xidmət et. Ağac bağla. Zamokdur, düymədir, bağlardır. Özün üçün salat edə bilərsən, çörək bişirə bilərsən, meyvə doğraya bilərsən, kompot edə bilərsən. Töküldü, dağıldı, silə bilərsən dalınca. Silməmisənsə səni qaytaracaqlar və deyəcəklər ki, biz burada belə etmirik, biz həmişə dalımızca yığışdırırıq. Utanır başqa uşaqlardan, çünki başqaları bunu artıq edir. Və qaydaları öyrənir. Artıq bu uşaq burada işləyəndə heç bir qaydanı pozmayacaq. Çünki bunu qayda kimi görmür. Bunu artıq davranış kimi görür. Norma kimi görür. Bu bunun üçün adi olur. Yəni valideynlər deyirlər ki, uşaq evə gəlir və evdə deyir, ana mənə sini ver, orada mənim üçün boşqab qoy, ya nəsə, kartof bişir, mən o kartofu təmizləmək istəyirəm. Onlar uşaq üçün artıq qaydadır və bu qaydaları hələm evə də aparır. Yəni uşağın ümumiyyətlə gündəlik həyatla bağlı bacarıqları formalaşmalıdır ki, bu uşaq sonra riyaziyyat işləsin, bu uşaq sonra yazı yazsın, bu uşaq sonra başqa fəaliyyətlərə məşğul olsun. Yəni öz paltarını, zamokunu belə deyək də çəkə bilmirsə, düyməliyə bilmirsə, ümumiyyətlə özünə qulluq edə bilmirsə, su içə bilmirsə, ayaqqabısını bağlaya bilmirsə, bu uşaqdan akademik göstəricilər gözləmək çox yəni doğru bir şey deyil. Tamamilə mən də vurğulamaq istəyərdim ki, bəzi valideynlər gəlir və deyir ki, çox xahiş edirəm sizdən, o zonaya aparmayın mənim uşağımı. Dərhal birbaşa riyaziyyat və hərflər. Başa salırıq ki, riyaziyyat güşəsində işləmək üçün uşaq azı 7-8 dəqiqə oturub təqdimatı qulaq asmalıdır. Sizin 4 yaşlı uşağınız belə yerində hətta belə otura bilmir. Yer tapmır özü üçün. Gəlin əvvəl bunu öyrədək. Konsentrasiya, dəqiqlik, diqqətlik, səbirli olmaq, təmkinli olmaq, bir işi başlamaq, onu bitirmək, materialı və düzgün vəziyyətə salmaq, rəfinə qoymaq, nizamlı olsun, intizamlı olsun, özünü ifadə etməyi bacarsın, bu oturmağı bacarsın, heç olmasa 5-6 dəqiqə qulaq asmaq üçün, təqdimatı başa düşmək üçün. Axı heç bir ölkədə uşaq bağını bağlaya bilmirsə, o məktəbə getmir. Bizim uşaqlarımız məktəbə gedir və 1-ci ay
Uşaqlar ağlayırlar. Analar da partada, axırıncı partalarda analar oturur. Siz bilirsiniz bunu. Bu yalnız Azərbaycanda olan bir məsələdir. Heç bir yerdə elə vəziyyət yoxdur. Niyə görə? Çünki uşaqlar asılıdır anadan ya atadan, müstəqil deyirlər, sərbəst deyirlər, azad deyirlər. Onda siz deyə bilərsiniz ki, yaxşı, bəs bu Montessori mühiti uşağa azadlığı necə verir ki? Buyurun. Uşağınız adaptasiya dövrü keçdi. 200 qədər vəsait var, düzdürmü? Və uşaq hansı materialı istəyir, onu da seçir. Normallaşmış uşaq, yəni qaydaları bilən artıq və tələsməyən bir uşaq. Səhər gəlib salamlaşır, rəfləri gezir, baxır, başqa uşaqlara müşahidə edir, oturub heç nə də etməmək o da qaydadır. Çünki Montessori qrupunda bir neçə azad seçim azadlığı verilir. Birincisi materialı seçirsən sən. O birinci növ azadlıqdır. İkincisi sən yer seçirsən. Ya masa üzərində işləyirsən, ya döşəmədə işləyirsən, ya da xalçanın üstündə işləyirsən. Yəni yer azadlığı. Yer seçim azadlığı. Üçüncüsü dost seçim azadlığı. Sən özün üçün dost seçə bilərsən ki, mən səninlə işləmək istəyərdim. Maraqlıdır sənə. Dördüncüsü uşaq heç nə etməməkdə ixtiyarı var. Başqa uşaqların işlərini müşahidə etməkdən. Təbii ki, biz görəndə ki, uşaq 15 dəqiqədən heç nə etmir, biz başa düşürük ki, uşaq istifadə edir və bu halda müəllimə onu stimullaşdırır, nəsə ona təklif edir. Bu azadlıqları görəndə uşaq başa düşür ki, o bu məkanın sahibidir. Və iş zamanı, misal üçün uşaq materialı seçdi, masa üzərinə qoydu. Müəllim bilirsə, uşaq bu təqdimatdan xəbəri yoxdur, ona kiçik təqdimat verir. Uşaq manipulyasiyanı başlayan kimi müəllim çəkinir və uşaq başlayır materialla işləmək. İş zamanı təkrar eləyir bir neçə dəfə. Cəhd edir bir neçə dəfə. Bəzən stula söykənir, fikirləşir, heç nə etmir. Yəni başlayır işləməyə. Bu zaman uşağa konsentrasiyaya gəlir. Daxili bir sakitlik və müəllimə assistentların vəzifəsidir ki, bunun konsentrasiyasını qorusunlar. Çünki o hansısa beyni formalaşdırır bu zaman. Ona müdaxilə etmək nə badə olmaz. Hətta belə Maria Montessori də deyirdi ki, uşaq iş zamanı siz görürsünüzsə məşğuldur, uşağı və sizin xoşunuz gəlir necə işləyir. Sizin ixtiyarınız yoxdur ki, uşağın yanından keçib onun üzünə baxıb gülümsəyəsiz. Siz onu konsentrasiyadan ayırırsınız artıq. Fikrinə yaydır. Bəli, fikrini yayılırsınız. Uşaq işini qurtarır, böyük bir həzz alır, zövq alır. Üzünün simasında görünür ki, nəsə belə məmnunluq. Materialı qaytarır öz vəziyyətinə və qoyur rəfə. Və müəllim uşağa deyir, sən bacardın, səndə alındı. Halbuki müəllimə onu öyrədib. Dünən onda alınmayıbsa, müəllimə deyir ki, səndə bugün dünənkindən yaxşı alınıb. Bugün nəsə səhv olubsa, müəllimə deyir, sabah səndə bugünkindən daha yaxşı alınacaq. Sən böyüksən, sən bacarıqlısan. Müəllimə gündə bir neçə dəfə hər uşağa bu sözü deyir. Bu sözlər həkk olunur. Amma nə şəkildə həkk olunur? Biri var ki, ata, ana uşağına deyir, özünə güvən, məni biabır eləmə, bax özünü yaxşı apar, ya möhkəm ol, cavab ver, nəsə belə sözlər. O uşağın təcrübəsində yoxdursa, onu necə başa düşməlidir bu sizin abstrakt anlayışlarınızı? Başa düşmür.
Amma uşaq bir işi tamamlayıbsa və müəllimə ona deyirsə, səndə bu, dəqiq bu adlandırır iş alınıb, sən artıq böyüksən, sən başqalarını da öyrədə bilərsən. Özgüvənlik, yəni dəyəri formalaşır, müstəqil olur, yəni bu şəkildə müstəqil olur və heç kimdən asılı olmur. Biz müəllimlərdən çox danışdıq və Montessori müəllimlərinə baxanda o qədər daxili hüzurları və rahatlıq görürük ki, müəllimlərdə xoşumuza gəlir onlarla danışdıq ünsiyyət zamanı. Bu təbii ki, uzun proseslərdən keçmiş halları da onların, uzun mərhələlərdən keçirlər müəllimlər və assistentlər. Montessori qruplarında işləmək istəyənlər, Montessori mərkəzlərində çalışmaq istəyən müəllimlərə tövsiyələriniz nələrdir? Hardan başlasınlar, nələr eləsinlər? Hörmətli tələbələr, ola bilsin ki, tərbiyəçilər ya müəllimələr, kiminsə marağı varsa Montessoriyə qarşı, yalnız və yalnız beynəlxalq təlimlərini keçin. Sizi bilmirəm, öyrədicilər bəlkə Türkiyədə, bəlkə başqa ölkələrdə, amma inanın ki, 2 cür diplom, AMI, bir də IMS. Yəni marağınız olsa, mənim nömrəm var. Səhifəmizdə zəng eləyə bilərsiniz, mən sizə lazım olan məsləhətləri verim. Bu bir. İkincisi, müəllimə olmaq üçün hətta belə Maria Montessori yazırdı ki, müəllimə 3 mərhələdən keçməlidir. Yəni bu 3 aspekt çox vacibdir. Birinci aspekt fiziki hazır olmalıdır, fiziki cəhətdən. Nə mənada? Saçı düzgün toplanmalıdır arxadan. Hansınsa uşağın diqqətini çəkən bəzəklər minimum olmalıdır. Makiyaj təbii ki, minimum. Simasında çox emosiya və həddindən artıq çox impulsiv hansısa belə mimika olmalı deyil. Eyni zaman siması kədərlənmiş də olmalı deyil. Yarı təbəssüm belə bir görünüş olmalıdır. Mütləq gestikulyasiya, yəni hərəkətlər çox açıq və olmalı deyil, hansısa bir sərhəd çərçivəsində olmalıdır. Gedişi, addımlar böyük olmalıdır deyil, çox xırda da olmalı deyil, ümumi görünüşü sabit, ahəngdar və cəlbedirici olmalıdır. İkinci hazırlıq, intellektual hazırlıq, yəni uşaq psixopedaqogikasını əla bilən bir mütəxəssis, Montessori fəlsəfəsini, aspektlarını, prinsiplarını bilən və ən çətini 300 dənədən çox təqdimat əzbər bilinməlidir və hər təqdimatın 20-25 punktu var. Yəni bunu o dərəcədə avtomatik şəkildə bilməlidir ki, uşaqla sabah işləyəndə siz və təqdimatı göstərəndə siz fikirləşməli deyilsiniz ki, görəsən mənim növbəti addımım nə olmalıdır. Siz o anda uşağı itirirsiniz. O gedə bilər, artıq marağı sönüb. Çünki siz öz əlləriniz haqqında fikirləşirdiniz. Yəni təqdimatları əla bilmək və əzbər. Və üçüncü ən əsas müəllimənin daxili dünyası, ruhu, uşağa qarşı yanaşma o dərəcədə yüksək səviyyədə olmalıdır. Uşağı kiçik, böyük insan kimi qəbul etməlidir. Yəni yaradıcı, Tanrı, təbiət tərəfdən bizə verilən bir töhfə kimi qəbul etmək lazımdır. Uşağa həddindən artıq çox hörmət və uşaq sabah böyüyün qurucusudur, inşaatçısıdır, ən gözəl memarıdır. Yəni sabahın böyüyün, bugünün uşağıdır memarı. Bunu biz başa düşməliyik və əsas da bir prinsip var. Montessori həmişə deyirdi ki, uşaq uğurlu insan olmalıdır. O öz zamanının və məkanının uğurlu insanı.
ümumiyyətlə hansı metoda olur olsun, uşaq işində varıqsa, orada mütləq sevgi, səbir Bəli. vacibdir və uşaqla şəxsiyyət kimi yanaşmaq vacibdir. Mən sizə təşəkkür edirəm gəldiyiniz üçün, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün. Əminəm ki, tələbələrin əksəriyyəti, uşaqlarla işləmək istəyən pedaqoqlar, müəllim olmaq istəyənlər Montessori metodunu daha dəqiqliyi ilə müəyyən qədər heç olmasa bilgiyə sahib oldular. Çox sağ olun. İnşallah. Əziz izləyicilərimiz, növbəti buraxılışlarda görüşənə qədər.